أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على سيدنا محمد وآله الطاهرين اللهم صل على محمد وآل محمد وعجل فرجهم الوضع وعلاقته بالدلالات المتقدمة. Buyurur ki, şübhəsiz ki, ləfz ilə məna arasında bir bağlılıq vardır. Və bu bağlılıq səbəbiyyədir, yəni sanki biri illət, biri məlul rolundadır. Bizim üçün maraqlı olan budur ki, bu əlaqəni, bu möhkəm rabitəni nə yaradıb? Üç dənə nəzəriyyə vardır. Birinci nəzəriyyə budur ki, ləfz ilə məna arasındakı bağlılıq zatidir. İkinci budur ki, vəzdən irəli gəlir. Üçüncü budur ki, qərnüləkir. Şəhidin öz nəzəriyyəsi. Vəz nə deməkdir? Bəziləri deyirlər etibardır, bəziləri təəhhüddür, Seyid boyu kimi yazıyor. Xülasə, şəhid bunların heç birisini bəyənmir. Özü deyir ki, qərnüləkir, gəl izah edəcək. Birinci nəzəriyyə nədən ibarət? Birinci nəzəriyyə bundan ibarətdir ki, deyir, məsələn, necə ki, istilik ilə od arasında bir mülazəmə vardır. İstilik odun lazıməsidir. Harada od yanır, orada istilik çıxır. Harada ləfz sadir olursa, öz-özünə mənada hasıl olmalıdır. Məna ilə ləfzin arasında bir zati bağlılığı var. Şey deyir ki, bunu vicdan da qəbullənmir və həyatda gördüyümüzdə bu şey ki, bir nəfər bir dili öyrənməyibsə, 50 dəfə onun yanında, məsələn, ərəb bilmir, madənə. Zehni suya getməyəcək. Deməli, əgər zatidirsə, niyə görə ərəblərin, ərəb dili bilənlər zehninə su gəlir, amma ərəb bilmir, gəlmir. Əgər zatidirsə, nə fərqi var, hamını taşıyır, hələqə ola da dedik. Orada o yanırsa, ərəb də, farsdan bir oradan istiliyi çıxacaq. Belədir. Zatili sonunda da dilə dəxli olmamalıydı, hamı başa düşməliydi. Onda zati məsələsini qoyduq kənara getdi. Keçir ikinci nəzəriyyə. İkinci nəzəriyyəsidir, vəz deyirlər, etibardır. Həmən o səbəbiyyə ki vardır, ləfzin deyilməyi, sadir olmağı səbəb olur ki, məna yaransın. Mən zehnimdə, məsələn, yaratmaq istəyirəm, divar, D, I, V, R hərflərini bir-birinə verib, divar deyən kimi zehnimdə, məsələn, deyib, qoyun keçi gəlməyəcək, divar gələcək. Mən telefon deyəndə kitab gəlməyəcək, zehnimə nə gələcək? Telefon gələcək. Deməli, onda bu söz, yəni ağzımdan çıxan söz, səbəbdir ki, zehnimdə həmən məna yaransın. Yaxşı, bu səbəbiyyə nədən irəli gəlir? Hardan qaynaqlanır? Deyirlər, etibardan. Səbəb nədəndir? Vəzdən irəli gəlir, vəz eləyiblər. Çünki vazi, bu ləfzi, bu məna üçün vəz eləyib. Aydın oldu? Deməli, ikinci nəzəriyyəsidir. Vəz nəzəriyyəsi, səbəb vəzdir. Vavə vəd eləyibdir. Yəni, bu ləfzi, bu məna üçün ad qoyubdur. Yaxşı, vazi, vəz eləyib nə deməkdir? Vəzin mənası nədir? Deyirlər ki, vəz yəni etibar. Bir şey, başqa şey üçün etibar eləyib, şərtləşibdir. Belə deyir, etibar eləyib ki, etibar eləyəm ki, məsələn, bu cür olsun. Etibar necə deyir? Etibarda üç cür təfsir eləyiblər. Aydın oldu. Kəb deyəcəyində olar. Şəhid bunların heç birisini qəbullənməyir. Hə, yox, hələ çatmamış hələ. Elə ki, bu etibar nəzəriyyəsi düz gəlmədi. Seyyid Xoy deyib ki, onda həmən o vəz təəhhüd deməkdir. Aydın oldu. Təəhhüd nə deməkdir? Hər bir mütəkəllim, mütəəhhiddir ki, təəhhüd edir ki, mən hər zaman bu ləfzi işlətdimsə, təəhhüd eləyirəm. Hər zaman su sözünü işlətdimsə, mənim məqsədim həmən o maye olacaq. Hər zaman həmən mayəni qəsd edildimsə, ağzımdan su sözü çıxardacam. Təəhhüd eləyirəm, boynuna götürür, öhdəliyinə götürür. O öhdəsini götürdüyü üçün ki, əvvəldən söz vermişdi, verdiyi sözə görə bizim zehnimizə su deyəndə həmən maye əmələ gəlir. Bu da Seyyid Xoy nəzəriyyəsi, bunu da qəbullənmir. Gəl, oxuyub deyəcək. Və Seyyidina, sənin nəzərin nədir? Deyir, mənim nəzərim budur ki, Allah Taala insan beynini bu cür yaradıbdır ki, iki dənə şeyi çox bir-birinə yanaşı görəndə, onların arasında bir mülazəmə yaranır. Həmən o səbəbiyyənin əslində düzələ etibardır. Amma etibar qərnüləkir yarada bilməzdir. Etibar birinci mərhələdir. Vazə vəz eləyir ki, məsələn, deyir, bu telefon sözünün həmən bu cihazın ad qoyuram. Vazə bu işi görəndən sonra çox istifadə olunmaq, onların arasında bir mülazimə yaradır. Hər zaman telefon həmən cihaz görəndən sonra artıq mülazimə yaranır. İnsan zehni iki şeyi bir yerdə çox görəndə, çox eşidəndə, dərhal birini eşidəndə o bir zehninə qaçır. Təbii, insanı Allah bu cür xəlq eləyib də, beynimizi bu cür quraşdırıb, xəlq eləyəndə bu cür xəlq eləyib. Hər zaman
İki dənə şey qoşa görəndə, qoşa eşidəndə, birini görəndə o birini görməyən, dərhal o hanım. Aydın oldu. Dərhal telefon deyən kimi zehnimizə həmən o şey qasacaq, ya da ki, məsələn, xalça deyəndə, ya məsələn, döşək deyəndə həmən şey gələcək zehnimizə. Başqa şey ola bilməz. C. Oxuyaq, yavaş-yavaş görək elə. Başımıza nə gəlir? Buyurur ki, Əl-vəd'u və əlaqətuhu bid-dəlalatil mütəqəddimə. Vəz və onun qabaqda keçən dəlalətlərlə əlaqəsi. Dəlalət üzrü təsəvvüriyyəsi var, təsdiqə olası var, təsdiqə saniyəsi var. Və dəlalət təsəvvüriyyə fi həqiqətiha, dəlalət təsəvvüriyyə həqiqət nədir? Fi həqiqəti əlaqətun səbəbiyyətun beynə təsəvvüril ləfzi və təsəvvüril məna. Əslində onun həqiqəti ləfzin təsəvvürünün mənan təsəvvürü üçün bir səbəbiyyə əlaqəsi yaradıb. Ya həqiqətuha, həqiqətu təsəvvüriyənin əlaqətun səbəbiyyətun əlaqətu səbəbiyyətin səbəbiyyə əlaqəsidir. Nə ilə nəyin arasında? Beynə təsəvvüril ləfz və təsəvvüril məna. Ləfzin təsəvvürü ilə mənanın təsəvvürü arasında. Və ləmmə kânətis səbəbiyyə beynə şeyəyn. Bu baxımdan ki, iki şeyin arasında olacaq səbəbiyyə la təhsəl biduni mübərririn, mübərriyyən səbəbsiz, illətsiz ortaya çıxa bilməz, hasıl ola bilməz. İttəcəhəl bəhsu ilə təbririha, onda bəhs yön alıbdır, yönəlib nəyə? İlə təbririha, həmən o mübərrirə, həmən o illətə tərəf ki, nədən irəli gəlir? Və min huna nəşət iddətu ehtimalat. Və buradan da bir neçə ehtimal ortaya çıxırdı. Bir, el-ihtimal əvvəl, ihtimal-ı səbəbiyyə zətiyyə. Yəni, yəkunəl-ləfzu bi-zəti dallən aləl-mə'na. Ləfz özü zatən həmən məna dəvət edir. Və səbəbən li-ihdari surətihi. Səbəb olur ki, onun şəkili zehnimizdə hazır olsun. Yəni, telefon deyən kimi o şəkil gəlsin zehnimizə. Və la şəkkə fi süquti həzəl-ihtimal. Bu ehtimalın saqit olmanı, yəni batıl olmağına şübhə yoxdur. Limə huvə mə'rufun bil-xibrə vəl-mülahəzə. Həm təcrübədən, həm də gözümün qabağında bunu hiss edilir ki, bu batıl sözdür. Min ədəmi vücudu əyyəti dəlatin lilləfdir lədəl insan qabləl-iktisal və təlim. Çünki insan nə qədər öyrənməyibsə, təlim tapmayıbsa, onun zehni heç bir, necə deyək, şəkili yaranmaq ola bilməz. Bir nəfər Azərbaycan bilmirsə, onu məsələn 50 dəfədən imtihan bilməsən, dəftərlə, qələm, Tayland nə bilir, dəftərlədir, qələmlər, məsələn. Düzdür? Əl-thani, iftirad ənə səbəbiyyəl məzkurə nəşət min vəz'il vəzə lil-ləfzi lil-mə'na. Əl-vəzə lil-ləfzə lil-mə'na. Fərz olunubdur ki, ənə səbəbiyyəl məzkurə, sözü gedən səbəbiyyə nəşət min vəz'il vəzə, bir vəzənin vəz'indən və adlandırmasından ortaya çıxır. Nəyi nə üçün qoyub? Əl-ləfzə lil-mə'na, ləfzi vəz edirdi məna üçün. Vəl-vəz'u nəu i'tibarin yec'aluhul-vəzə. Vəzdə özü bir etibarlaşdırmadır. Vazədən baş verən bir etibardır. Və in ixtələfəl mühəqqiqu fi nəv'iyyətil mu'təbər. Baxmayaraq ki, mühəqqiqlər etibarda ixtilaf eləməsələr də mu'təbərdə ixtilaf eləyiblər. Aydın oldu? Deyəcəm. Etibar hər hansı bir şey etibar eləmək. Aydın oldu. Yəni, məsələn, fərzən belə deyək. Deyirəm ki, şari ümumi mülkdən xüsusiləşdirməyə bizə icazə verib. Məyər Quran-ı ki, vəlillahi ma fis səmavati və ma fil ard, şübhəmiz yoxdur ki, müsəlman olaraq Quran bütün ayələrlə iman gətirmişdir. Yerdə və göydə hər nə varsa hamısı Allahındır. Düzdür. Onda mənim kitabımdır, mənim mülkümdür, mənim mülkümdə niyə bu oyun çıxardırsan? Onda nə olsun, mən Allaham. Allah mənə mülkiyyət haqqı verib, verməyib. Verib, verməyib. Veribdir. Hər bir insan bir mülkiyyət haqqı var da, bu ev mənimdir, o ev sənindir, bu qələm sənindir, o dəftər filan kəsindir. Demək, şari bizim üçün onun mülkiyyəti, həqiqi mülkiyyətdir, etibarı deyil. Bizdə isə etibar eləyib. De ki, nə qədər satma versən, hədiyyə eləməsən, etibar eləyib ki, sənindir. Aydın oldu. Bu bir etibardır. Yəni, qeyri-həqiqi bir mülkiyyətdir. Həqiqi mülkiyyət Allaha məxsusdur. Getmir, ondan əldən getmir.
Amma mənim indi bu mülkiyyətim aradan gedəndə gedən deyil. Gedir. Həqiqi mülkiyyət o aradan getməz axı. O mümkündür. Şari etibar elədi, təşrih yolu ilə ki, hər bir şəxs əlinin altındakı mülkiyə sahib bilirəm onu mən. Gözəl. Yaxşı, bu etibar necə etibar edə bilər? Bir dəfə bu cür etibar edə bilər ki, mən etibar eləyirəm, yəni bu cür qanun çıxardıram ki, bu şəxs ölənə qədər bunun mülkündə qalsın və necə istəsə o cür istifadə eləsin. Bu cür etibar eləyə bilər, eləyə bilməz. Bu bir növ. Aynı oldu. Həmən o mülk, məsələn, kitabdır, torpaq sahəsidir, evli nədir? Ona deyilən muətəbər. Aynı oldu. Şari etibar, o muətəbər ki vardır. Necə muətəbərdir? Necə gəldi? Xüsusi şərtlər daxilində müqəyyətdir, mütləqdir. Bir dəfə deyək ki, məsələn, fərzən belə deyək. Deyək ki, ey torpaq sahibi, diqqət elə, bu torpağı etibar eləmiş sənin mülkündədir. Və ölənə qədər də sənin mülkündən çıxmayacaq. İstərsə onu əkib becərəsən, əkib becərməyəsən. Bu cür etibar ola bilər, ola bilməz. Başqa cür bu cür etibar edə bilər. Ey torpaq sahibi, torpağı sənin mülkündə qərar verin, bu şərtlə ki, əkib becərəsən, əkib becərməsən, sən mülkündən çıxardı, verəcəm başqasına. Deyəcəm, kim gedir? Əkib becərmədən 3 il, 4 il, 5 il qalıb torpaq, deyəcəm, gedir, kim becərəsə ona verirəm. Onlar ola bilməz. Üçüncü, bu cür etibar edə bilər. Deyər ki, yaxşı, əkib becərmirsən heç. Mal heyvanı otarırsan orada, otarmırsan. Əgər əkib becərmən, başqa cür istifadə edən, yenə sənin mülkünü də görürəm. Amma onu da istifadə edilmədən, nə özün mal otarırsan orada, nə başqasını qoysan mal heyvanı otarsın orada, nə əkizmə becərirsən, onu da nə edəcəm? Çıxaracam mülkündən. Deməli, bu etibar ki, bu şey etibar edir, yəni bir şey qərarlaşdırmada, qərarlaşdırma. Bu qərarlaşdırılan şey cürbəcür formada ola bilər. Məlum oldu? Amma hamısı etibardır. Dəyişən nədir? Formalar, muhtəbərlərdir. Etibar həmən edir. Etibar qərarlaşdırma. Əsr qərarlaşdırma Allahdan bu cürü. Torpaq sahibi torpağa malikdir. Amma necə? Mütləq şəkildə bir hissəsinə, pulun imama ödəməklə, əkib becərsə onundur, cürbəcür formada nə bilər? Etibar edə bilər. Etibar bir dənədir, amma mötəbərlər, yəni şərtləşmədən asılı olan irəli çıxan şeylər müxtəlif ola bilər. Deyildi burada da, bu etibar barəsində ixtilaf eləyiblər. Yaxşı, etibar bir dənədir, vazi etibar elədir. Mötəbərlər necə ola bilər? Deyək ki, mötəbərin barəsində ixtilaf eləyiblər, üç nəzərə deyirlər. فَهُنَاكَ مَنْ قَالَ إِنَّهُ اِعْتِبَارُ سَبَبِيَّةِ اللَّفْظِ لِتَصَوُّرِ الْمَعْنَى. Bəzilə deyirlər ki, ləfzi, demək, ləfzi etibar eləyib, nə etibar eləyib? İllət, səbəb. Ləfzi səbəb qərar verib, səbəb kimi qərarlaşdırıb, mənanın təsəvvürü üçün. Belə deyil. Etibar ilə bu cür qərar çıxardıram ki, qərar çıxardıram ki, ləfzi eşidəndə zehninizdə mənası yaransın. Filandan yaransın. Bu bir etibardır. Bəzə bu cür. Başqa bir dəstə deyib, yox. İnnəhu i'tibar konil ləfz ədətən li təfhimil mə'na. Deyib ki, yox. Həmən o ləfz bir alətə çevrilir. Bir alətə çevrilir, məna çatdırmaq üçün. İndi o, əlinə putulkada su gətirir, düzdür. Sənə putulka lazımdır, içindəki su. Su. Demək, putulkayı o istikan nədir? Bir alət içində saxlamaq üçün. Deyir ki, etibar edirəm. Bu ləfz bir qaba dönsün, bir alətə çevrilsin ki, bu mənanı aparıb çatdıra bilsin. İkincilər nə deyildi? Səbəb görür, illət görür. Şimdi illət görmür. Etibarı illət görmür. Vasitə alətə çevirir. Alətdir. Bu alətdə aparıb çatdırana qədər. Elə bir ki, bir qabdır, onun içində məna yerləşdirib, ləfzə oxşayır qaba, mənanı aparır. Bu zehni o zehni aparır. Bu cür etibar edir. Üçüncü deyib, yox. Nə qab deyil, yəni alət deyil, nə də səbəb deyil. Bəs nədir o etibar? Etibar işarədir. Yol göstərən işarə. Necə? Necə yolun qırağında qayçıdara görünə bilir bərbər var. Ta ki, məsələn, fərzən belə deyil, qırmızı dairə olsa xət çəkənindən bir yol bitdi, onu keçmək olmaz, nə bilim nə olmaz. Yolun qırağında əlamətlər qoyurlar da, sağa ox işarə qoyunca sağa dönəcək, sola işarə qoyunca sola dönəcək. Bunlar nə üçün qoyurlar ora? İşarə ilə əvvəlcədən yol göstərir. Elində burada da əlamətdirlər, işarədirlər. Etibar ki, mən hər zaman bu şeyi qoysam, belə yolun qırağında nə qoymuşam? Məqsədə çatmaq üçün əlamət, işarə qoymuşam ki, səni yönəltin o tərəfə. Bu da bir etibardır.
Şəhid dedi ki, bu üç fərzən üçü də hamız batildir. Heç birisi düzdür. Niyə Seyyidinə gəl oxuyur? Və hunəkə mən qal, şimdi dəstə deyib, etibar-ı koni ləf ədətən li təfhimil məna. Ləfzi ədat qərar veribdir, mənanı təfhim eləmək üçün, başa salmaq üçün. Üçüncü deyib, və mən qal innəhu etibar-ı koni ləf ələl məna. Yəni, əlamətən, işarətən ələl məna. Ləfz, həmən o məna üçün bir əlamətdir, bir işarədir. Kəma tudavul əmidə ələ rusil fərasih. Necə ki, hər bir 2 kilometrlərin başında bir, nə bileyim, bir sütun yapışdırıldı, məsələn, başıya 20 kilometr qaldı, 50 kilometr qaldı. Olur, olmur. Rusul fərasih, yəni kilometrlərin başında bir yolun qıranda bir əlamətdir. Və yəridu ələ hədəl məslək bi kulli muhtəməlatihi. Bütün ehtimallarına deyir ki, bu işgal variddir. Deyir ki, ay qardaş, sən də mənə bunu başa sal, nə sözü deməklə deyil. Mən elə mücərrəd dedim ki, məsələn deyək, etibar eləyirəm bu gündən etibarən, kitab sözü deyəndə qələm yada düşsün. Qələm göstərmirəm ki, mən kitab üzrə qələm yada düşsün. Mən bunu etibar elədim. Mən indi məsələn fərzən deyim, dünyada kitabın qələm gələcək zəhnə. Gəlməyəcək axı. Amma biz görürük ki, ləfzinə mənim çox bir sıx əlaqəsi var. O sıx əlaqə mücərrəd etibardan yarana bilməz. İstər sən ona əlamət kimi baxcınan, istər nə bilim, alət kimi baxcınan, istər səbəb, millət kimi bax, nə baxırsan bax. Həmən o, istər istəməz, yəni kimliyi nasıl olmayaraq, Azərbaycan dilini bilən insan yanında su deyəndə zehni heç vaxt məsələn deyil, qatır gəlməyəcək, qatır deyəndə su gəlməyəcək. Aydın oldu, maşın deyəndə traktor gəlməyəcək zehninə. Niyə? Çünki ləfzlə mənada bir sıx əlaqə var. Etibar, mücərrəd etibar o sıx əlaqəni yarada bilməz. Etibar hər nə muhtəməlat dedi ki, olsun o mühtəməllərin hansı biri olsun. Mümkün etibar eləyər. Amma mücərrəd sadəcə o etibar eləmək bu rabitəni yarada bilməz. Nə oldu? Bunu sanki elə bir doğru dinlə misal verir. Deyir ki, şirinçay pesok və çaydan ibarətdir. Aydın oldu? Çayla pesoku yana qoymaq şirinçay eləyir. Məsələn, bir qarışıqlıq lazım, məsələn, bir şey lazımdır ki, onu şirin eləsin. Mücərrəd pesoku ilə çay yana qoyda şirin olmur. Nəsə bir rabitə var, bir bağlılıq var, bağlılıq nədən irəli gəlir? Ki, mən hər zaman, məsələn, balıq deyəndə zehnimə ilan gəlmir, ilan da deyəndə, məsələn, zehnimə at gəlmir. Hansını deyirəm, dərhal o mənim zehnimə. Bu sıx əlaqə necə yaram ki, ani surətdə, ildırım surəti ilə, mən at deyəndə zehnimə at şəkili gəlir. Divar deyirəm, divar, məsələn, inək deyirəm, inək, ya maşın deyirəm, maşın. Ani surətdə bu sürətlə necə yaratdı zehnimdə o şəkili? Mücərrəd etibar bunu yarada bilməz, axı. Mən etibar edirəm, məsələn, bu gündən etibarən şalvara köynə eləyir. Başqası şalvar içində köynə gələcək zehninə. Deməli, onda bir illət, bir səbəb vardır ki, doğrudan da bunların arasında o sıx əlaqəni yaradır. O nədir? Və yəridu alə hədəl məslək bi kulli muhtəməlat ənə səbəbiyyətin ləfzi təsəvvür məna səbəbiyyətun vaqi'iyyətun bə'dəl vəz'i. Ləfzlə mənanın təsəvvür arasındakı əlaqə həqiqi, vaqi bir əlaqədir. Bə'dəl vəz, vəzdən sonra. Vəz inkar eləmirdi, vəz var. Amma başqa bir şey də var ortada. Və mücərrəd etibar-ı kavni şey səbəbənli şeyin. Sadəcə etibar eləsin ki, bu şey o şeyin səbəbi olsun. Etibar ma yuqaribu hadəl məna, ya da bu mənaya yaxın olan bir mənada etibar eləməsi la yuhəqqiqü səbəbiyyə vaqiyən. Vaqi aləmdə həmən o sıx əlaqəni, o səbəbiyyəni yarada bilməz. Fəla buddə li-əshabi məsləki etibar fil vəz. Bunlar ki, vəzədə etibar məsləkini seçiblərsə, ən yufəssiru keyfiyyətən nüşuri səbəbiyyəl vaqiyyə minəl etibar-ül məzkur. Gəl bizə izah eləsinlər, təfsir eləsinlər ki, keyfiyyət nüşur səbəbiyyəl vaqi. O vaqi səbəbinin necə yaranması bizə izah eləsinlər minəl etibar-ül məzkur, həmən etibardan. O etibardan bu cür sıx əlaqə necə yaranır, onu bizə izah eləsinlər. Və qəd yəkunu əczu hazəl məslək ən təfsiri zalikə. Mümkündür, bu məsləkin sahiblərinin acizliyi, bu təfsiri şey edə bilmədilər. Bu səbəb oldu ki, ədda bi axərinə ilə ixtiyar ilə ehtimal-i salis, başqalar gəlsinlər, üçüncü ehtimali söyləsinlər. Yəni, birindir ki, səbəbiyyə zatiyyə, ikinci nə oldu? Etibar. Üçüncü də Seyyid Xoyunun təhvil nəzəriyyəsi. Niyə Seyyid Xoyunun birbaşa adını çəkmədi? Çünki Seyyid Xoyundan qabaq, 100 il zadından qabaq demişmişlər. Seyyid Xoyundan, məsələn, nə bilim, 80-90 il, 100 il qabaq Seyyid Xoyundan qabaq bir nəfər alimlərini çəkmişlər, oxumuşlar kimsə. Hansısa bir alim bu sözü ağzından çıxartmışmı? Yəni, Seyyid Xoyunun təzə nəzəriyyəsi deyil. Seyyid Xoyun dilçəldi bu nəzəriyyəni.
Necə ki, məsələn deyilir, əsasın iştiqal və əsasın ehtiyat qaydası deyilən Şeyx Müfidin bəzi kitablarında görünürdür. Yəni, şəhidin ixtirası deyil. Yəni, 1000 il qabaq Şeyx Müfid o sözü demişmiş, məsələn. Aydın oldu. Və təəhhüd nəzərisindəki üçün heç kəsi gəldi durmadı. Seyid Xoy gəldi, onu çiçəkləndirdi, rövnəq verdi. Ona görə Seyid Xoya bağlı. Belə deyir, Seyid Xoyla da var. Hansıdan alimiz o sözü demişmiş, təəhhüd sözü. Ona görə ki, gətirib çıxartdı başqa bir alimdə başqa sözü desin. Üçüncüsü, ənə dəlalətə ləğv tənşə minəl vəv. Deyir ki, bəli, vəzdən yaranır. Amma vəl-vəv neysə etibarən, etibar deyil. Bəli, o təəhhüdü minəl vəv, bəlkə o vaziyədən baş verən bir təəhhüddür. Bi əlləyyətiyə bil-ləğvi, ləfzi işlətməyəcək, gətirməyəcək dilinə, İlla ində qəsd təfhimil məna. Yalnız o hal ki, o vaxtda ki, mənanı zehnimizdə yaratmaq istəsin. Deyir ki, mən hər zaman sözü ağzımdan çıxardıramsa, təəhhüd edirəm, söz verirəm ki, bu məqsədlə dilimdən çıxardıram ki, sənin zehnində yaradam o mənanı. Və hər zaman da mənanı yaratmaq istəyəcəmsə, dilimdən söz çıxardacam o sözü. Həmən bu təəhhüd, söz vermə, vədələşmədir ki, boynuna götürməkdir ki, ona görə. Siz söz vermiş mən əvvəlcədən, ona görə hər vaxt ağzından çıxanda mənim zehnimdə yaradır. Və lazım-ı zalikə, şəhid deyir ki, burada 2 dənə problemimiz vardır ki, Seyid Xoy gərək bunu həll eləyəsin. Müşküldür məsələ, həlləndir. Birinci müşkül buradan irəli gəlir ki, onda təəhhüd nəzəriyyəsinə əsasən hər bir vazı dəva təsəvvür, dəva təsdiqiyyəni yaradır. Çünki dedik ki, dəva təsəvvüriyyə hər nədən çıxsa, aparatdan çıxır, başdan çıxır, maqnitofondan çıxır, telefondan çıxır, su deyir, zehnimizə su gəlir. Divar gəlir, qələm deyəndə qələm gəlir zehnimizə. Elədir. Niyə? Çünki dəla təsəvvüriyənin qəsd-ül ixtariyənə fikir yoxdur ki, mənim zehnimdə nə yaratsın. Elədir. Amma dəla təəhhüdiyyədə deyir, mən söz verirəm ki, hər zaman mən əgər istəsəm ki, mənanı yaradan bu söz gətirəcəm. Bu söz gətirəmsəm, filan mənanı yaratmaq istəyirəm. Dəla təsdiqi oldu, təsəvvürdən çıxdı. Deməli, Seyid Xoyunun nəzəriyyəsinə görə ləfzinə məna arasında bağlı dəla təsəvvüriyədən yox, dəla təsdiqiyyədən çünki dənə şuurlu bir insan söz verir mən. Aparatdan danışmır o. Aparat təəhhüd edə bilməz. Bu adam bunu təəhhüd edir ki, ay filan kəs, ay cəmaat, mən hər vaxt məsələn deyir, su sözümü istəsəm, su mənasını istəsəm, mən onun su kəlməsini işlədəcəm. Aydın oldu. Təəhhüd edirsə, dəla təsəvvür edir, nə olur? Vəz səbəbdə dəla təsdiqiyyə üçün, təsəvvür üçün yox. O bir müşkül məsələdir. Yaxşı, dəla təsəvvür halini yarandı. Aysə Quranda niyə görə məsələn fərzən belədir? Aparatdan su çıxamız, zehnimizə su səsi gəlir. Cihazdan, televizordan, radiodan da su. Zehnimizə qan gəlməyəcək ki. Nə gəlir zehnimizə? Su. Axı onun da şuuru yox, mənə nə cür təəhhüd edir? Onun ağlı yox, şuuru yox, mənə təəhhüd eləsin. O nə bilir nə deməkdir? Harada yarandı onda? Bu birinci müşküldür. İkinci müşkül də ki, buradan irəli gəlir ki, onda ki, hər bir danışan mütəkəllim, onda vağə olsun. Onda da o əsl dili düzəllənə getdi işini dalaysan. Sən bir vağəysən, mən bir vağəyəm, onda nə qədər vağəylər oldu? Kim ki danışırsa onda, çünki mütəhhid olmalı, onda vazı oldu. Onda nəticə etibarilə dilin bir dənə yaradıcısı yoxdur. Hər bir zamanda, hər bir danışan özün əlli dil yaradıcısıdır, vazı edir. Hər bir dil, axır bir 1000 il bundan qabaq, 5 il bundan danışanı var idi. Bizdə bir yaranmadı ki. Onda gündə 2 milyondan adam danışsa, milyondan dil düzəldən olur, vaziyələr olur. Vicdanən düzdür yox. Mən bilirəm ki, Azərbaycanda bu su sözün vəzi eləyiblər də, o həmən maye üçün. Mən desəm də deməsəm, doğru söylür. Nə oldu? İkinci müşkül edir. Sonra sualım var. Birinci müşkül hikayəyə dəlalı təsdiqiyyə məsələsi. Onda niyə məsələn alətə baxırlar ki, məsələn, alət bir vasitədir orada. Kimisə şuurlu bir insan o şey bilir. Hər bir mütəkəllim. Mütəkəllim məsələn deyirdim, məsələn, mən radioda işitdim, televiziyada işitdim. Buna deyən mütəkəllimdir. Sadəcə bu radio televiziya vasitə bilməkdir. Yox, şimdi məsələn fərzən belə deyil. Bir nəfər yuxuda danışır, sayıqlı, o şuur yox. Televizor, telefona danışan şuurludur. Şuursuz adam sayıqlayanda necə yəni, su deyəndə qan gəlmir. Demək, onun nəsə müşkül vardır. İstər istəməz, vicdan bunu deyir ki, bu dildə, bu söz, bu məna üçün qoyulur, ona görə zehnimizdə hazır olur. Aparatdan çıxır o səs, adamdan çıxır, yatmışdır, oyaqdır. Axı nəsə bir dəlalən vəziyyəsi var bunun. Amma birdən bir dəlal təsdiqə dələt edəsən, müşküldür o.
ها ليش أن دلالة اللفظ تنشأ من الواضع والواو ليس اعتبارا بل هو تعهد من الواضع واضح بتعد بأن لا يأتي باللفظ إلا عند قصد تفهيم المعنى lafzi o vaxt gətirəcədiyinə ki, həmin mənə qəsd eləmiş olsun. Başa salmaq istəsin. Və bizalik tənşə mülazimə beynəl ihtiyam billah və qəsd təfhimil məna. Həmin mülazimə bu təəhhüddən yaranır və bizalik bihada təəhhüd. Bizalik təəhhüdə. Bu təəhhüdün sayəsində tənşə mülazimə beynəl ihtiyam billah və qəsd təfhimil məna. Sözü gətirməklə həmin mənanı təfhim eləmək qəsdi arasında bir mülazimə yaranır. Və lazım-ı zalikə. Seyir şeydir ki, bunun laziməsi budur ki, أن يكون الوضع هو السبب في الدلالة التسبيقية عند أن يكون الوضع vəz səbəb olacaq fi dəlal təsbiqiyyə dəlal təsbiqiyyənin yaranmasında el-müstəqbel adından dəlal təsəvvürü hansı ki zimnində dəlal təsəvvüründə saxlayacaq beynəma alə məsləki etibar amma da etibar nəzəriyyəsinə görə məsləkinə görə la yekunul vəd səbəbən illə bid-dəlal təsəvvüriyyə etibar fəqət dəlal təsəvvüriyəni yaradırdı və hada fərqun muhimmun beynə məsləki çok mühim. Başka bir fark vardır. Ve hunaka farkun ahar. Ve huve ennehu binan ala taahhud yecib iftiradu kulli mütekellimin müteahhiden. İlki gerek onda her bir mütekellim müteahhid olsun. Aydın oldu. Ve vadi'an ve vazi olsun. Likey tetimmel mülazeme fi kelamihi. لكي تتم الملازمة في كلامه تا ki onun kelamında hemen mülazime əmələ gəlsin. Və əmma binan alə məsləki etibar amma etibar nəzəriyyəsinə görə, məsləkinə görə fəyuftaradu ennel vada idha sadara fil bidayə minəl müəssiz həmin o vəz bir dəfə o Dədə Qorquddan, nə bilim, Ya'rub ibn Qahtandan, nə bilim, Dilgüzəldən kişi kimdirsə, onun ağzından çıxdısa, müəssisdən أوجب دلالة تصورية عامة لكل من علم به. Bu səbəb olacaq dəlalət təsəvvürü yaransın, özdə mütləq şəkildə ümumi bir dəlalət təsəvvürü yaransın ki, ondan sonra kim işlədəcəksə, həmin mənada işlədəcək. Biduni hacətinə təkərruri əməliyyətil vəq minəl cəmiyə. Amma da ehtiyac qalmayacaq ki, hər kəs durub özü vəz eləsin, təkrar eləmək üçün vazih olsun. Belə bir şey ehtiyac qalmayacaq. Yaxşı Seydina, bu iki dənə fərqi izah elədim, özünün kərbirləri müşkül vardı. Başqa işqallar da vardı, yəni iki dənə fərqi yuxarıda dedim, etibar nəzəriyyəsi ilə təəhhüd arasında. Yaxşı, sənin işqalın var buna, ya yox? Mən özümün iki dənə işqalım var Seyyid Xoyunun nəzəriyyəsinə. Bu dediyim fərqlər həm işqaldır, həm də fərqidir. Etibarla nəyin arasında? Təəhhüd nəzəriyyəsinin arasında. Amma mənim də ki, iki dənə işqalım var təəhhüd nəzəriyyəsinə ki, bunlar da özü müşküldürlər. Birinci də bundan ibarətdir ki, əgər Seyyid Xoyunun nəzəriyyəsini qəbul etsək, onunla görə də dildə məcaz qalmasın. Hamı gərək ancaq həqiqi mənalarını danışsın. Niyə? Çünki deyir ki, mən hər zaman bu ləfzi gətirirəmsə, həmən o mənanı ki, o mənanı qəsd edəcəm. Su deyəcəm, həmən suyu qəsd edəcəm. Su, əgərsə su mənası demək istəyirəm, su sözü gətirəcəm. Mənası nə olacaq? Mənası bu olacaq ki, həmişə ləfzi işlətdimsə, həqiqi mənası qəsd edəcəm. Həqiqi mənası istəyirəmsə, həmən ləfzi gətirəcəm. Onda ləfz öz mənasından başqa bir mənada işlənə bilməz. Təəhhüd edirəm axı. İndi ki, mən istəyirəm ki, sizin zehninizdə əgərsə o içilən müayəni yaratmaq istəyirəmsə, siz rəngsiz, adsız, şəffaf müayəni yaratmaq istəyirəmsə, su sözünü işlədəcəm. Təəhhüd edirəm. Və hər zaman su sözünü işlətsəm, sizin zehninizə həmən o içilən o müayə gəlsin zehninizə. Onda demək, su sözün artıq da mən elimdə işlədə bilmərəm məsələn. Məsələn, ma'u minəl bəhr nə bilim, o danışmırdı fərzən. Ona görə də dildə məcaz qalmasın. Ancaq həqiqi məna. O da ki, müstəhildir. Nəsə o da bunu qəbul edilməz. Dildə əgərsə tutaq ki, məsələn fərzən deyək, gündə 100 cümlə qurulsa, bunun 20-30-u məcazlı olur. Əslən qeyri-mümkündür. Məsələn, misal deyiləm. Deyirəm ki, əlin qoyub gözünün üstə məsələn fərzən deyək, fərzən. Mənə baxırdı. Əlin gözünün üstə qoymamışdı ki. Əlin hara qoymuşdu? Qaşının üstünə qoymuşdu. Beləncə baxırdı. Gözünə qoysa mənə baxa bilər. Məcazi ifadədir, amma yalan da deyir ki, beləncə baxmır ki, beləncə baxırdı. Məsələn, mən kənarda gələm, o da baxır belə. Aydın, gözün üstü buradır. Bura qaşın üstüdür. Göz deyil, qəsd elədim qaşıya yox. Məcazın bir növüdür də bu. Onda gələk mən nə edeyim? Ancaq və ancaq
həqiqi mənaları seçsəydim ona uyğun danışaydım bunu. İnsan ki, şurada otursun elə əvvəldən fikirləşsin, hər bir söz, hər ağzından çıxan hər cümlə üçün otursun, fikirləşsin, təəhhüd eləsin, ondan sonra dedi, bu şey nədir? Yəni, həyatı şitə dönməli. Demirəm, mümkün olmaz. Amma həyat onda bezdirici həyat olar. Hər sözü oturaq fikirləşək, elə cümlə quracaq, həqiqi mənalar olsun. Ədəbiyyatçı olaraq. Əslində, ədəbiyyatda daha çox məcazdan təşbihdən istifadə edirlər. Xülasə, deyir ki, bu sözün laziməsi budur ki, hamı ancaq həqiqi mənalarını danışır. Məcazlar yoxdur, istiarə yoxdur, təşbih yoxdur. Ancaq nə var? Həqiqi cümlələrdir. Bu da ki, vicdanən belə bir şey yoxdur. Birinci, ennel mütekellim la yeta'ahad adeten, mütekellim adeten təəhhüd edir ki, təəhhüd etmir ki, bir əllayət, yəni la ilə o inkar edir. La yeta'ahad adeten, yeta'ahadu adeten, ən yətiyə bil-ləfzi, ləfzi gətirilsin, illa izə qəsər təfhimil mə'nəlləzi yuridu vəb'əl-ləfzi ləhu. O məna üçün ki, ləfzi onu vəz eləmək istəyir, adətən, o mənanı ki, çatdırmaq istəyir, onun üçün vəz eləmək istədiyim ləfzi gətirir ki, bax, bu söz deyiləm, bu mənanı yaratmaq üçün. Lənnə hada, bunda laziməsi budur ki, yəni iltizam və zımmən bi ən la yəstəmiləhu məcazən. Mən ki, bu sözü bu məna üçün vəz olmuş işlədirəmsə, o məna üçün bu sözü işlədirəmsə, demək, onda məcazi yoxdur ortada. Məənnə kulli mütəkəllim kəsirə ma yəti billəv və yəqsu bi təfhiməl mə'nəl məcazən. Hansı ki, görürük, çox hallarda bir mütəkəllim sözü işlədir və məcazi məna qəsd edir və heç kəs ondan küsmür də, incimir də, rahatdır, hamımız birbirimizi başa düşürük. Rahat, o qədər məcazi cümlələr işlədirik. Fəla yuhtəməl sudur iltisamında min kulli mütəkəllimin. Ehtimal olunmur ki, sudur iltisamında zimni, yəni batində belə bir iltizami olsun ki, mən məcazi cümlələr işlətməyəcəm, mən ancaq həqiqi cümlələr danışacağam. Çünki ehtimal olunmur. Demirik, əqlən müstəhildir, amma vüquen, vicdanən nədir, belə bir şey yoxdur ki, təəhhüd eləəcəm, ancaq həqiqi cümlələrlə danışacağam. İkincisi, deyir ki, Seyyidina, Allah sənə rəhmət eləsin. Bu təəhhüd nəzəriyyəsidir, ancaq fəlsəfəçilərin zotların arasında ola bilər. İstidlal başı pişmiş alimlərin arasında ki, yıxsın qabağına tələbələri, onu başa düşənləri deyir ki, ənə ətəəhəd əllə əstə'mil hədəl ləfz illə idə qəsədtu təfhimə hədəl mə'na və lə uridu hədəl mə'na illə idə qəsədtu hədəl ləfz. Bir ağır bir dənə istidlalı bir mərhələ istəyir. Hə, mümkün komandirlə əsgərlərin arasında, yəni alimlərin arasında öz aralarında müəyyən qədər termin düzəldirlər və ondan danışarlar, onda işimiz yoxdur. Amma körpə uşaq da belə təzə dil açanda, mama deyəndə babasının yanına getmir, dədəsinin yanına getmir, atasının yanına getmir, anasının yanına, mama deyəndə anasının yanına getmir. Qaqaş deyəndə anasının yanına getmir, tutaq ki, məsələn, get qaqaşdan götür o, məsələn, falan şey, sual içinə, anan yanına getmir, gedir qaqaşın yanına. O nə bilir, istidlal nədir, təfhim nədir, illa, mən deyim ki, məsələn, ay uşaq, get məsələn qaqaşdan al, ya məsələn, get atadan al, ya falan kəsdən al. Ata evdədir, get çağır gəlsin. 2 yaşında, 3 yaşında uşaq var. Göndərirsən, gedir məsələn, atasını çağırıb gəlir. O nə bilir ki, mən dedim ki, ay uşaq, ənə ətəəhəd əllə əstə'milə ləfzəl əb illə idə qəsədtu mə'nə hadə kəzə. O nə bilir elə şeyləri? O nə başa düşürlər o istidlalları? Sənin dediyin ağıla batan olardı. O yerdə ki, hamısı şuurlu, ağıllı, savadlı insanlardılar. Təəhhüd eləyir ki, mən bu mənanı, bu ləfzdirəm, bu ləfzi, bu mənasını işlədəcəm, neyəcəm. Amma körpə uşaqlarda görür ki, təzə dil açan uşaq, təzə başa düşən uşaq belə nədir? O vəziyyədən istifadə edir və dərhal zehnə həmən mənacaq. O nə bilir, istidlal nədir, nə bilim, mülazəmə nədir, mülazəmə, istidlal var, hamısı ağılı mişmiş insanlar üçün. Amma körpə uşaqlarda eyni bizi görən işi görür. Deməli, onda nədir? Onda bu vəz ki vardı, çox sadə, bəsit bir şey olmadı, körpə uşaqlarda başa düşür. Sənin dediyin o istidlali şeylərə getməz onun ağlı. Bu da bir dənə müəşşirdir, əlamətdir ki, bu nəzəriyyə, sənin nəzərin düzgün nəzəriyyə deyil. أن الدلالة اللفظية والعقلية اللغوية أن الدلالة اللفظية والعلق اللغوية لفظ دلالة ve lügavi bağlılık ki var. بموجب هذا المسلك bu meslek esasında tetadammen istidlalen mentikiyen mentiki bir istidlal talep edilir. Ve idraken lil mulazeme ve mulazemen derk eləmək talep edilir. Ve intikalen min ahadi tarafeyha ila'l ahar bir taraftan bir tarafa geçmek talep edilir. مع أن وجودها في حياة الإنسان يبدأ منذ الأدوار الأولى لطفولته ama hansı görülür hemen ma'anna vücuda yani vücudul mulazime fi hayatil insan hayatındaki ata deyən ki uşağın yanında ata zehninə gəlir, ana deyəndə ana zehninə gəlir, qaqaş deyəndə qaqaş, bacı deyəndə bacı. Aydın oldu. Hemen bu mulazeme insanın ilk
çağlarında bir onun zehni yaranır, körpə uşağın zehni yaranır. Yəbdə munzul ədvaril ula li tufuləti. Uşaq neçə aydan sonra başlayır təxmin alacaq? 4-5 aydan sonra. Uşaq ki 4-5 aydan sonra məsələn mama deyəndə, ana deyəndə yavaş-yavaş baxa bilir. 4-5 aylıq uşaq nə bilir ki, mamanı istidlal edəsin ki, bu üçün vəz olunub nə bilir. Aydın oldu. Artıq bu ağla batan şey deyil. Və qablə yanduca ey fikrin istidlaliyin ləh. Heç bir istidlali fikir uşağın yanında formallaşmamışdan qabaq həmən mülazimə yaranmır artıq uşağın yanında. Və hada yubərhənu alə ənəha əbsət min zalik. Bu da bir dəlildir ki, deməli onda o ləfzlə məna arasında olan mülazimə Seyyid Xoyun dediyi təhlil nəzərəsində çox bəsit bir şeymiş, çox sadə bir şeymiş ki, körpə uşaqlarda, 6 aylıq, 7 aylıq uşaqlarda artıq onu başa düşürlər. Seyyidina canımızı aldın, öldürdüğümüz nə demək istəyirsən? De. Və təhqiq. Təhqiq budur ki, çox bəsit, çox sadə. Fəqət bir balaca diqqət istəyir ki, kəşf eləsinlər. Allah Taala insan zehni yaradıb, iki dənə şeyi çox yan-yana görəndə birini deyəndə o birisi yadına gəlir. O qədər su dediyi həmən mayını gördü, su dediyi o mayını gördü. Artıq yarandı. Azərbaycan xalqının yanında su deyəndə həmən mayını, ərəbin yanında ma deyəndə, nə Rus yanında vada deyəndə, nə bilim İngilizcəndə water deyəndə artıq o mülazəmədən yaranır. Yəni çox bir yerdə olmağından yaranır. Heç bir qəliz bir şey yoxdur. Ona görə hökman deyil ki, deyərsən. Hə, kəsətül rüya. Mümkün məsələn 2 nəfəri hey yolda bir yerdə görəndə, heç vaxt danışmıyorum səndən. Bir gün gələndə həmən vaxtı burada keçəndə birini gördün. Heç bilmirsən də kimlər olar. Dərhal zəhnə gəlir ki, o birisi hanı? Dərhal zəhnə keçəcək ki, mən hər gün buradan keçəndə 2 nəfər məsələn bir ər-arvad deyəm, məsələn dostu gəl buradan keçirlər. Görəsən o birisi hanı? Nə adı bilirsən, nə san bilirsən, nə bilmirsən kimdir, nədir. Sadəcə gündə həmən yerdə keçəndə onlar bir yerdə görmüş. Birini görmürdü, o birisi görər. Zehni gəlir o birisi hanı? Bəli. Aydın oldu. Çünki ikisini bir yerdə görmüş. Mülazimə yaranmışdı. Və təhqiq ənəl vəz yəqumu alə əsas qanunin təkviniyin li-zehnil bəşəri. İnsan zehnində olan xilqətdə qoyulmuş bir qanun əsasındadır. Vəz bəşər zehnində qoyulmuş təkvini bir qanun əsasında yaranır. Nədir o? Ənə kulləmə irtəbətə şeyən fi təsəvvüril insan irtibatan müəkkədən hər vaxt insanın zehnində iki şey arasında bir irtibat yarandı. Əsbəhə bə'də zalikə təsəvvür əhədiyyən müstədiyyən təsəvvüril axər. Birinin təsəvvür etməsi başqasına təsəvvür üçün nə olur? Səbəb olur. Və hədə rəbd beynə təsəvvürin tarətən yəhsən bir surətin əfviyyə. Çünki bəzən olur ki, bu rabitə, bu əlaqə, bu sıx bağlılıq təsadüfdən yaranır, əfviyyə yaranır. Kərrəbd beynə səmai zəir və təsəvvüril əsəd. Yəni kimsə durub qəsd eləmir. Təbiətdən bu cürdür. O zəirlə aslanın səslənən nəriltisi. Aslanın nəriltisini eşidəndə dərhal zehnimizə nə gəlir? Aslanın özü gəlir. Əlləzi həsələ nəticətə təqarun təbii. Hansı ki, təbiətdəki mütəkərrir, təbiətdə təkrar olunmasından bu nəticələnmişdir. Beynə səmai zəir və rüvəyyətil əsəd. Adətən görmüşdük ki, nərilti gələn kimi dönüb baxıb, orada aslan görmüşdük. Nərilti gəlmiş, dönüb baxmışdıq, gördük aslan gəlib. Məsələn, biz aslanları da görmüşdük. Biz ancaq kinoda görə bilərik. Və uxra yəhsəl bil inayəlləti yəqum bihəl vadə. Bəzi hallarda yox, qəsdinə olur. İnayə yəni xüsusi bir diqqətlə, qayğı ilə baş verir ki, vazə durub onu vəz eləyir. Aslanın səsini biz xəlq eləmədik. Aslanın səsini Allah onun vücuduna qoymuşdur. Amma, tutaq ki, məsələn, qələm sözünü həmən yazan əşya üçün bir nəfər durdu, qəsd elədi ki, vay cəmat, bu yazan əşyanlarına qələm deyirəm. İz yərbütü beynəl ləfzı və təsəvvürü mənən məxsus fi zehnin nas. Məsələn, durur, deyir ki, xüsusi bir ləfzlə, xüsusi bir məna arasında rabitəni yaradır. Fəyəntəqilun fi zehnin nas. İnsanların zehni hopdurur həmən mənanı. Fəyəntəqilun min səma'il ləfzi ilə təsəvvüril məna. Yavaş-yavaş həmən sözü eşidəndə həmən məna yaranır zehinlərdə. Fəl-i'tibar əlləzi təhəddəfnə anhu fil-ihtimal-i-thani. İkinci ehtimala ki, etibarını açmışdır. Leysə illə təriqətən yəstəmiluhəl vadə fi icad-ı zalikər-rəbd. Həmən o etibar bu rabitəni icad etməkdən başqa bir şey deyil. Aydın oldu. Hə? Amma həmən rabitə üçün nədir? Təriqədir, yoldur. Vəl-qərnil məxsus beynəl ləfzi və surətil məna. Həmən o qərin ki, o qonşuluq, yaxınlıq ki vardı, bircəlik ki vardı, xüsusi bircəlik, ləfzinə məna təsəvvürü arasında. Onun üçün bir yoldur. İlk yolu həmən o etibardan keçir, amma səbəb nə olur o mülazimə üçün? Mülazimənin ilk başlanğıcı etibardan başlayır. Özünün vücudu isə ki, hər zaman eşidir sonuç gəlir, qərnül əkiddən başlayır. Yəni, çoxlu bir yerdə görünməkdən, bir yerdə eşitməkdən olur. Məsələ etibar huvə sahih və lakin bihədəl məna. Etibar nəzərisi düzdür. Vəz həmən etibardır. Sadəcə bu mənzil yəni çox bir yerdə işlətməklə
Və bizalika sahhan yuqal innal vaz' qarnun məxsus beynə təsəvvür lafz və təsəvvür məna. Onda deyir ki, belə deyək, vəz, yəni adlandırma, qarnun məxsus, xüsusi bir yoldaşlıqdır, qərindir ki, beynə təsəvvür lafz və təsəvvür məna, lafzın təsəvvürünə, mənan təsəvvürünə, amma binəhvin əkid, möhkəm bağlılıqdır. Likə yəstətbiyə halət isarət əhəlimə lil-axir fizzəhn. Belə ki, bu bağlılıq o qədər şiddətlənib ki, yəstətbiyə, dalıca nə gətirir? Dalıca gətirir, nə gətirir? Halət isarət əhəlimə lil-axir. Biri digərin zehnində coşdurur, isarə ilə fizzəhn, insanın zehnində. Bir neçdən kimi obraz yaranır. Ləfzi eşidən kimi məna yaranır. Mənanı başa düşən kimi söz gəlir. Aydın oldu. Və min huna na'rif ennel vaz' leysə səbəbən illə lidəla təsəvvüriyyə. Və buradan da başa düşürük ki, onda etibar nəzərisi deyənlər düzmüş, etibar nəzərisi yox. Yəni onda ləfz ilə məna arasında dəla təsəvvüriyyə bağlılığı vardır. Və əmməd dəlalətani ət-təsdiqiyyətani l-ula və s-saniyə fəmənşəuhuma əz-zuhurul hali və siyaqi lil-kəlam ləl-vaz. Dəla təsdiqiyyə ula və dəla təsdiqiyyə saniyənin mənşəyi qaydır mütəkəllimin zuhur halisinə və kəlamın siyaqına, vəz'ə yox. Mən görürəm ki, ciddi məqamdadır, deyirəm, bu muradlı ciddisi budur. Görəndə zarafat edir, deyim, muradlı ciddisi yoxdur, dəlalə, təsdiqə ulası var, budur. Hardan başa düşürəm? Mütəkəllimin halından, siyaqından. Bu da oldu bizim bu dərs. Deməli, onda 4 dənə nəzəriyyə dedik, zati nəzəriyyəsi, şərq qəbulləmədi. İkincisi, etibar nəzəriyyəsi, 3 formasını heç birisini qəbul eləmədi. Təhhüd nəzəriyyəsi və qərnləşir nəzəriyyəsi. Seyid dedi ki, bu etibar düz, amma etibar birinci mərhələsidir. Həmin bu etibar qərnül əkidi yaratmasa, o etibar kifayət eləməz. Yəni ikincisi düzdür, amma əgər qərnül əkid yaradarsa, ondan olacaq, o mülazim olacaq. Ya yaratmasa mücərrəd etibardan bir şey fayda olmaz. Eləcə də ikinci işgal nə oldu? Dedi ki, Seyid Xoyun nəzəriyyəsinə görə ləfz ilə mənasındakı bağlılıq dəla təsdiqiyyə saniyə, dəla təsdiqiyyə uladan yaranır. Amma deyir ki, o düz deyil. Bəlkə ləfzlə mənasının bağlılığı nədir? Dəla təsəvvüriyyə mərhələsindədir. Dəla təsdiqiyyə saniyə və ula nədən yaranır? Mütəkəllimin zuhur halından, siyaqdan, cümlənin siyaqından başa düşürük ki, bu ciddidir ya ciddi deyil. Əl-vəd və təyin və təəyyün. Hələ qavulada da oxuduq bunu. Dedik ki, əgərsə vəz bir nəfərin vasitəsi ilə icra olunursa, ki, məsələn fərzən belə deyir. Deyir ki, Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm özü gəldi, ya Allah mütəal özü gəldi, Əli və Oğladi əleyhissalavatu və səlamu aleyhi məcməyinə ad qoydu nə? Əhl-i beyt. Əhl sözü ərəbində vardı, beyt sözü vardı. Lüğətin mənasında əhl-i beyt, ailə üzvü. Uşaqlar orada daxildir, arvad da daxildir, qaynata qayna sənə qal odadır. Yəni evdə yaşayan hər kəs mümkün qarabaş hamısına aiddir. Amma vazə, yəni Allah mütəal Peyğəmbər əhl-i beyti ərəbindəki mənasına qoymadı. Bəli. 14 məsum şey. Hə, 14 məsum üçün. Və ya da hələ 5 nəfər üçün, hələ 14 məsum da işimiz yoxdur. 5 nəfər üçün. Sonradan hədislərdən başa düşdü ki, bu yerdə qalan imamlar da əhl-i beytdir. Xanım Ümmü Sələmə rəziyallahu anha gəlib bilmək istəyir, nə deyir? Ki, Allahümme haulay əhl-i beyti, deyir, mən də deyir, yox, sən yaxşı qadınsan, cənnət qadınsan, nəsən, amma bura yox. Bu əhl-i beyt. Yəni, xüsusi bir istilah gətirir. Vazi, ərəb oğlu ərəb, digər ərəblərin içində onların başa düşdüyü sözündən söz çıxardır. Deyir ki, sizin başa düşdüyünüz mənanı demirəm mən. Mən bu adamları deyirəm əhl-i beytim. Nəinki evində qalan qul qaravaş, arvad, uşaq, onlar danışmıram. Termində xüsusi. Termin, xüsusi bir termin, buna var. Buna deyirlər, nə deyirlər? Vəz təyyini. Ona görə bizim davamız sünlərlə nədir? Deyir ki, burada vəz təyyini var və özdə xüsusi bir mənası inandır. Peyğəmbər bəzi hədislərdə 6 aya qədər ölümündən qabaq gəlir, döyürdü xanım Zəhranın qapısına ki, əs-salat, əs-salat, ya əhlə beytin nübüvvə. Orada həmən şey ayəsidir. İstəyir ki, o vazir, o vəzir yeri düşsün bu gic müsəlmanın zehninə ki, mən sizin başa düşdü ərəbdindəki mənasını demirəm. Mən də biləm ərəbdilər əhli beyt, yəni ev əhli. Orada Allah acı gəlməz, it də var onun içində. Mümkün deyil ki, yerin özünə saxlasın, onu əhli beyt deyərlər. Özü ilə saxlasa, sidq eləyər, eləməz, beyt əhli. O da ondan bir süfrədə oturub, iti də söylək yeyirsən, mümkün ona ərəbin onda əhli beyt demək olar. Peyğəmbər ərəbin başa düşdüyü əhli beytdən danışmırdı. Bir istilah gətirmişdi. Xülasə bir vazə durur, xüsusi bir mənanı vəz edir ki, mən bu mənanı istəyirəm. Burada deyir vəz təyyini. Aydın oldu. Bir də var, kiminsə ağzından çıxır, qeyri qəsd eləmədən də, indi ağlına gəldi, çıxdı. Xoşuna gəldi, ikincisi də o mənada işlətdi. Üçüncüsü də o mənada işlətdi, dördüncüsü də. Amma qəsd eləmədi o məna üçün. Peyğəmbər qəsd elədi.
Peyğəmbər burada qəsd elədi əhl-i beyt sözü üçün. Ya Allah qəsd elədi ki, həmin adamlara əhl-i beyt adı qoysun. Bəli. Ona görə vəzi təyini. Aydın oldu. Təəyyünü isə odur kimin ağzından çıxır, sonra çox kəsrətül istemaldan başlayır o dillərə düşür. Şəhid deyir ki, biraz müşküldür bu məsələ. İki məşhur dediyimiz məşhur təfsirdə bu. Burada biraz müşkül var. O müşkülü həll edir. Və qad qəssəmul vəza min nahiyyətin səbəbihi ilə tə'yini və təəyyuni. Fəqilə İnnəl əlaqə beynəl ləfzi vəl məna in nəşət min cə'lin xas. Əgər ləfzlə mənası xüsusi bir cəldən irəli gəlirsə, fəlvadu tə'yiniyyün. Bunda vəz tə'yiniyyün. Və in nəşət min kəfrətil isti'mal. Əgər birdən kəfrətil isti'maldan yaransa, bir dərəcətin o həddə ki, tucibul ulfətəl kamilə. Kamil bir ülfət yaradır. Beynəl ləfzi vəl məna, ləfzlə məna arasında fəlvadu tə'yiniyyün. Ona vəzə tə'yin edirlər. Və yulahəzə alə hədət təqsim, bu təqsimə etiraz olunur ki, bi'ənnəl vəzə izə kânə huvəl-i'tibar əvü-təəhhud fələ yumkin ən yəşən kəfrətil isti'mal mübaşirətən. Deyir ki, siz ki deyirdiniz, ya etibardır, ya təəhhüddür, mücərrəd təəhhüddən, mücərrəd etibardan necə vəz təəyyünü yarana bilər? Bu özü bir əlamətdir ki, nəzəriyyələr düz deyildir. Sadəcə mən etibar elədim ki, kitab sözünə etibar edirəm, telefon üçün. Qələmi etibar edirəm, taşı məsələn, dəftər üçün. Niyə yaranmadı? Çünki şey yoxdur, kisədə istimal yox. Aydın oldu. Deyir ki, mücərrəd təəhhüd və mücərrəd etibar təəyyünü vəzi yarada bilməz. Livuduh ennel istimal mütəkərrir la yuvaldu mücərrəd etibarən və la təəhhüdən. Deyir ki, vaziyet ki, ennel istimal mütəkərrir la yuvallid bi mücərrədihi etibarən və la təəhhüdən. Çox bir şey, çox işlətmək etibar və təəhhüd yarada bilməz. Fəlabudə min iftiradə ənə kəfrət istimal təkşifən təkəvvün hadəl etibar və təəhhüd. Bəlkə fərz eləmək ki, kəsrətül istimal kəşf eləyir ən təkəvvün hadəl etibar və təəhhüd. Onda bu etibar və təəhhüdün yaranmağından kəşf eləyir. Yaranmağını bizim üçün açıqlayır. Fəl-fərqü beynəl vəz'eyni fi nəviyyətil kaşif ənil vəz'. Fəl-fərq, fərqi nə olacaq? Beynəl vəz'eyni fi nəviyyətil kaşif ənil vəz'. Deməli onda bu iki vəzin arasındakı olan fərq kaşifin növündədir. Vəz'ün fi nəviyyətil kaşif ənil vəz'. Vəz'i bizim üçün kəşf eləyən yolların növ fərqindədir. Və hâzihil mülahədə la təridu ələ mə zəkərnə fi həqiqətil vəz' min ənəhu qarnul əkid. Amma bu dediyim işgal bizim nəzəriyyəmiz ki, qarnul əkid nəzəriyyəsi ona gəlmir. Beynə təsəvvür ləfz və təsəvvür məna. Fə innə halətil qarnul əkid ki, qarnul əkid haləti təhsəl bi kəfrətil istimal aydan. Kəsrətil istimal ona yaranır. Liənnə tuəddi ilə təkərrür iqtiran beynə təsəvvür ləfz və təsəvvüril məna. Çünki o qarnul əkid əgər bir şey çox işləmərsə, hətta qəsd olunmasa da belə nə olacaq? Təkərrürdən həmin o qarnul-əkid yaranacaq. Fəyəkunul qarnu beynəhumə əkidən bihadə təkərrür. Beləcə, yəkunul qarnu beynəhumə, bunların arasında olan rabitə əkid olacaq bu təkərrürlə, təkrarlanmayla. İlə ən yəbluğa ilə dərəcətin o həddə çatacaq ki, təcəl əhədə təsəvvürin salihən li təvlidi təsəvvürlə axər. Bir təsəvvür qabiliyyət tapacaq ki, o birisinin təsəvvürün zehndə yaratsın. Fəyətimu bizalikəl vəz'u təəyyün. Bunun da vəz'u təəyyün yaranacaq. Xülasə nə demək istədi? Bunu zehnimizə çatdırmaq istəyir ki, əgər desir ki, təəhhüd nəzəriyyəsi və etibar nəzəriyyəsi düzdür, onun üçün təəyyüni vəznin mənası qalmayacaq. Çünki bir şeyin bir yana çox işlətməsi nə olanməz təəhhüd demək deyil və etibar demək deyil. Amma deyir ki, qarnul-əkid hər ikisini yarana bilər. Vəzndən yarana bilər, kəsrətül istimaldan yarana bilər. Mühüm odur ki, çox bir yerdə olsunlar. Bunda da sanki şəhid biraz da öz nəzərisini gücləndirmək istəyir ki, qarnul-əkid nəzəriyyəsi daha həqiqətə yaxın, nəinki etibar və təəhhüd nəzəriyyəsi. Elhamdülillah Rabbil aləmin. Sallallahu alə seyyidina Muhammed və aləmin.